Gəlin hamımız əl-ələ verək, müstəqil Azərbaycanımızın bütün sahələrində olduğu kimi təhsilimizin də birlikdə gözəl binasını tikək. Heydər Əliyev. Ziyalının başlıca keyfiyyəti cəmiyyətimizə fədakarlıqla xidmət etməkdir. Heydər Əliyev. Cəmiyyətin gələcək tərəqqisi indi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. Ona görə də təhsilimiz tamamilə yenidən qurulmalıdır. Heydər Əliyev. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli zəkalı vətəndaşlar hazırlayır. Heydər Əliyev. Gənclərimizin mətanətli, məqsəd yönlü xarakterlə tərbiyə olunmasında məktəblərin rolu əsaslıdır. Heydər Əliyev. Son illər Azərbaycan çox ağır çətinliklərdən keçərək Azərbaycan məktəbini qoruyub saxlaya bildi. Heydər Əliyev. Bizi birləşdirən, həmlə edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bildirmək istəyirəm ki, hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün